Hər vaxtınız xeyir əziz dostlar. Bu həftə biz həqiqətən dərin bir mövzuya baş vuracağıq. Allahın xarakterini anlamaq. Araşdırdığımız dərsə görə bu məsələ elə-belə bir sual deyil. Bəlkə də kainatdakı ən böyük münaqişənin tam mərkəzində dayanır. Gəlin bu hekayənin dərinliklərinə birlikdə enək. Bir anlıq düşünün. Bütün müharibələrin kökündə nə dayanır? Torpaq, güc. Bəs əgər desək ki, ən birinci, ən fundamental müharibə tamamilə fərqli bir şey, bir ideya, daha doğrusu kiminsə xarakteri haqqında yaranan bir şübhə üstündə başlayır. Dərsimizə görə hekayə məhz buradan başlayır. Deməli, hər şey böyük bir yanlış anlaşılmadan qaynaqlanır. Bu ilk bölmədə biz mənbənin təsvir etdiyi kimi bir xarakteri necə təhrif edildiyini və bunun bütün kainata yayılan bir münaqişəyə necə səbəb olduğunu araşdıracağıq. Baxın, mənbənin əsas iddiası budur. Dünyadakı problemlərin, qaranlığın kökündə dayanan şey Allahın xarakterini yanlış başa düşülməsidir. Deyilənə görə bu problem ilk dəfə səmada başlayıb, sonra isə yer üzünə, yəni bəşəriyyətə sirayət edib. Və bu kosmik dramın yer üzündəki ilk pərdəsi harada açılır? Əlbəttə ki, Eden bağında. Hekayə bizi birbaşa yaradılış kitabındakı o məşhur dialoqa aparır. İlanla Həvva arasında keçən və sözün əsl mənasında hər şeyi dəyişdirən o söhbətə. İlanın Həvvaya verdiyi sual əslində sadəcə bir qaydanı sorğulamaq deyildi. Yox, bu daha dərin, daha strateji bir həmlə idi. Bu, birbaşa Allahın xarakterinə edilən bir hücum idi. Məqsəd çox aydın idi. Allah yaxşıdır və sən ona güvənə bilərsən fikrini alıb, yerinə Allah səndən nəsə gizlədir, ona tam güvənmək olmaz şübhəsini yerləşdirməkdir və beləcə etimadın yerini şübhə aldı. Yaxşı, bəs bu qədər köklü bir yanlış anlaşılmaya cavab varmı? Dərsə görə cavabın təməli elə müqəddəs kitabın ilk səhifələrində Allah üçün istifadə edilən iki fərqli adda gizlənir. Gəlin bu adlara baxaq. İlk ad Elohimdir. Bu ad bizə kainatı sadəcə sözü ilə yaradan, qalaktikaları yerinə qoyan, fövqəladə gücə malik, əzəmətli bir yaradan obrazı təqdim edir. Yəni, sonsuz güc və böyüklük. Amma hekayə bununla bitmir. Tam əksinə, yaradılışın ikinci fəslinə keçən kimi qarşımıza tamamilə fərqli bir ad çıxır. Yahve. Artıq bu, uzaq, toxunulmaz bir yaradan deyil. Bu, yaratdığı insanı torpaqdan öz əlləri ilə düzəldən, onunla bağçada gəzən, şəxsən ünsiyyət quran, münasibətə dəyər verən Allahdır. Deməli, baxın, bu iki ad birlikdə bizə tam bir mənzərə təqdim edir. Allah həm bütün kainatı idarə edəcək qədər güclü və fövqəladədir, həm də bir-birimizlə daha yaxın, daha səmimi münasibət quracaq qədər şəxsi və qayğıkeşdir. O eyni zamanda həm uzaqlardadır, həm də yanımızdadır. Bu güc və şəxsi münasibət anlayışı bizi Allahın xarakterinin özəyinə, onun əsas xüsusiyyətlərinə gətirib çıxarır. Dərsə görə bu xüsusiyyətlər bir-birindən ayrı deyil. Əksinə, bir-biri ilə sıx bağlıdır və hamısı onun müqəddəs sevgisindən qaynaqlanır. Və bütün bu xüsusiyyətlərin mərkəzində hər şeyi müəyyən edən bir keyfiyyət var. Müqəddəslik. Müqəddəslik onun mükəmməl paklığı, təmizliyi, hər cür egoizm və pislikdən tamamilə uzaq olması deməkdir. Gəlin baxaq, bu necə işləyir? Məsələn, gücü götürək. Müqəddəslik olmasa, güc asanlıqla zülmə çevrilə bilər, elə deyilmi? Amma onun gücü müqəddəsliklə birləşdiyi üçün ədalətli və salih olur. Eynilə onun sevgisi müqəddəsliklə birləşəndə tamamilə saf, fədakar bir sevgiyə çevrilir. Məhz bu müqəddəslik ona tam güvənməyimiz üçün bir zəmanətdir. Və burada çox vacib bir məqam var. Mənbə vurğulayır ki, müqəddəs kitab sadəcə Allah sevəndir demir. Deyir ki, Allah məhəbbətdir. Yəni, sevgi onun sadəcə etdiyi bir şey deyil. Sevgi onun kimliyinin, varlığının özüdür, mahiyyətidir. İndi mənbə bizə çox maraqlı bir düşüncə təcrübəsi təklif edir. Gəlin birlikdə yoxlayaq. Müqəddəs kitabın məşhur sevgi fəsli olan 1-ci Korinflərə 13-cü fəsli götürsək və orada sevgi sözünün yerinə Allah sözünü qoysaq, görəsən nə baş verər? Allah səbirlidir, Allah xeyirxahdır, Allah paxıllıq etmir, lovğalanmır, öz mənfəətini güdmür. Görürsünüz, bu sadə əvəz etməni edən kimi qarşımıza Allahın xarakterinin inanılmaz dərəcədə canlı,
nəfəs alan bir təsviri çıxır. Bu, onun mahiyyətinin necə fədakar və saf olduğunun ən gözəl təsviridir. Yaxşı, bütün adlar, təriflər, xüsusiyyətlər öz yerində. Bəs bu yanlış anlaşılmaya ən aydın, ən güclü, ən son cavab hardadır? Dərsə görə bütün sualların cavabı bir şəxsdə cəmlənir, İsa Məsihdə. Və bu, bəlkə də hər şeyin kulminasiya nöqtəsidir. İsa'nın özü deyil, məni görən atanı görmüş olur. Yəni ata, Allahın xarakterini, onun sevgisini, müqəddəsliyini anlamaq istəyirsənsə, İsa'nın həyatına, sözlərinə, əməllərinə baxmalısan. Çünki o, insan bədənində Allahın xarakterinin canlı təcəssümü idi. Bizə İsa haqqında danışan 4 fərqli müjdənin olması təsadüfi deyil. Mənbənin də izah etdiyi kimi, hər biri sanki böyük bir portretin fərqli bir tərəfini işıqlandırır. Biri onun vəd edilmiş Məsih kimi, digəri fədakar xidmətçi kimi, başqası mərhəmətli bəşər oğlu kimi göstərir. Birlikdə isə bizə tam zəngi bir mənzərə təqdim edirlər. Beləliklə, bütün bunlardan sonra gəldiyimiz nəticə nədir? Qəribədir ki, bu bir son deyil, əslində yeni bir başlanğıcdır. Çünki dərsin bizə göstərdiyi kimi, Allahı tanımaq bir dəfəlik nailiyyət deyil, bu, ömür boyu, hətta sonsuza qədər davam edən bir kəşf səyahətidir. Mattanın müjdəsinin quruluşuna baxanda, bu ideyanı çox aydın görmək olur. Müjdənin əvvəlində İsa'nın adı İmmanuel olaraq təqdim edilir. Mənası Allah bizimlədir. Kitabın sonunda isə İsa özü söz verir ki, mən hər zaman sizinləyəm, başdan sona qədər. Bu, Allahın insanlarla birlikdə olma arzusunun hekayəsidir. Və mənbənin bizə çatdırdığı son fikir də budur. Sonsuz bir varlığı, sonsuz bir sevgini, sonlu bir insan ömrünə sığışdırmaq mümkün deyil. Allahı tanımaq bir ömürlük dərs deyil. Bu, əbədiyyətin özü qədər uzun sürəcək bir araşdırma və heyranlıq mövzusudur. Elə isə, bu heç vaxt bitməyən kəşf səyahətində sizin bu həftə atacağınız növbəti addım nə olacaq? Kəşf etməyə hər zaman yeni bir şey var. Vaxt ayırıb dinlədiyiniz üçün çox sağ olun.